Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Xoş gördük hər birinizi H4FX-də. Deməli millət, bu günləri də analitika olacaq Forex Futures bazarları üçün və sizə yenə də Elliott dalğaları ilə öz analizimi və öz bazara baxış bucağımı göstərəcəm. Hansı ki bizə çox önəmlidir və vacibdir. Uşaqlar, bütün brokerləri aşağıda saxlamışam. Hal-hazırda sizə də göstərəcəm. Futureslarda mən Pro brokerlə işləyirəm, hansı ki öz pulumu riskə atmıram. Brokerin verdiyi məbləğlə ticarət eləyirəm. Və belə bir imkana heç kəs yox deməz. Ona görə də mən də yararlanıram. Brokeri aşağıda saxlamışam. Kimə promokod lazım olsa, endirim lazım olsa mənə Instagramda yazsın və promokodu məndən alsın. Siz uşaqlar, keçək biz monitora, görək bizdə nə var nə yox. Millət, deməli, keçdik biz monitora, görək bizdə nə var nə yox. Uşaqlar, bazarda manipulyasiya çoxdur. Hal-hazırda qiyməti yuxarı aşağı oynadırlar, yəni yuxarı aşağı və dünənlər mən Telegramda uşaqlar paylaşdım. Yəni Telegramda da izləməyi unutmuruq. Bitcoin 120 minləri vura bilər, hansı ki bu həftəlik şamımız bizim yuxarılarda bağlansa. Hal-hazırda onu sənə mən qrafikdə də göstərəcəm. Uşaqlar, baxın, akademiyamız var. Akademiyaya yeni təlim gələcək hal-hazırda bu günlərdə. Bu bizim Milyonaris səhifəmizdir və Milyonarisdə də bizi izləyirik. Çünki motivasiya videolarımız əski olmayacaq. Uşaqlar, keçək biz qrafikə, görək bizdə necədir burada vəziyyət. Deməli millət, bütün analitikanı mən Telegramda hər həftə sizin üçün pulsuz şəkildə paylaşıram. Ödənişiniz mənə ehtiyac deyil uşaqlar. Götürürsüz, yararlanırsınız. Kim nə öyrənmək istəsə mənə yazır və məlumat alır uşaqlar. Deməli belə. Bitcoin-də biz belə bir situasiya görə bilərik. Hal-hazırda baxaq biz böyük time frame-lərə, görək bizdə necədir vəziyyət. Uşaqlar, heç bir Elliott görmürük. Görürük ki, Elliott uşaqlar necədir? Elliott sizə 100% siqnal vermir. Elliott sizə sadəcə yönü göstərir və həmən yönə gedəndə qiymət çox yuxarı aşağı gedə bilər. Məsəl üçün sizə mən belə deyək də misal çəkə bilərəm ki, məsəl üçün burada bizdə Elliott baş verdikdə 4-cü dalğadan sonra görürsünüzmü? 4-cü dalğa burada göstərib ondan sonra düşüş olub, düzdür. Yenidən yuxarı qalxış olub. Aydın olur sizə. Mən haranı sizə nəzərdə tuturam. Baxın uşaqlar. Deyək ki, burada biz gəlin belə eləyək, simulyasiyanı qoşaq. Tutaq ki, biz buralıqdaydıq və bizdə burada 4-cü dalğa çəkilirdi. Aydın olmursa 4-cü dalğadan sonra bizdə 5-ci dalğanı göstərir, düzdür? Burada hələ ki 4-cü dalğa özünü tam olaraq təsdiqləmir. Məsəl üçün 4-cü dalğadan biz deyək ki 3-cü dalğanı yola verdik. Görürsünüzmü? 3-cü dalğa yenə də təsdiqlənməyib. Hələ bizdə burada belə bir nöqtələr var. Elliott'u necə çəkmək lazımdır? Akademiyada öyrətmişəm mən uşaqlar. Elliott'la necə işləmək lazımdır? Baxın. Deməli, 1-ci, 2-ci, 3-cü dalğa hamısından uzun olmalıdır. 4-cü dalğa bizdə korreksiyonlu dalğa olur. Deməli, biz buradan əgər əməliyyat açsaydıq, tutaq ki, biz buradan əməliyyat açmışıq və görək bazar özünü necə aparacaq uşaqlar. Biz görürük ki, burada düşüşdən sonra yenə də korreksiya olub. Amma bizdə 4-cü dalğa hələ də aşağını göstərir. Aydın olurmu sizə? Yəni bu aşağı gedənə kimi uşaqlar, bu burada bir neçə dəfə yuxarı aşağı nəyə görədir? Yolda olanları çıxardırlar. Millət, yolda olanlar çıxır. Aydın olursa, yolda olanlar çıxır və bu adamlar likvidliyi yığmaq üçün lazımdır. Yəni təcrübəsi olmayanlar, səbri olmayanlar, bazara yeni gələnlər. Yəni bunların əlindən pullar alınır və onların pulları böyük fondların cibinə gedir. Yəni bunu sizə açıq-aydın mən deyirəm uşaqlar. Sonra XRP-də görək vəziyyət necədir? XRP-də də bizdə burada bu dəqiqə short situasiya göstərir, amma bu bizdə günlük time frame-dədir. 4 saatlıqda biz keçid aldıqda biz görə bilərik ki, hələ bizdə korreksiya olacaq. Məsəl üçün bir günlükdə deyək ki, bəli, göstərir ki, short pozisiyadır. Shortdur, amma uşaqlar bu o demək deyil ki, bu dəqiqə ancaq short gedəcək. Yəni belə şeyləri səhv salmayın, bunlar çox önəmlidir. Burada keçid alırıq biz balaca time frame-lərə Elliott'da və orada da Elliott axtarırıq. 4 saatlıqda biz korreksiyonlu divizyon yuxarı görürük. Keçək görək bizdə 1 saatlıqda necədir? 1 saatlıqda da bizdə long situasiya XRP-də görünür. Aydın olurmu sizə? Yəni burada bizdə breakout strategiyası ilə 2 dənə double buton yuxarı və yuxarıdan C dalğasının bağlanmasına qədər bizdə gedişat ola bilər uşaqlar. Sonra baxaq biz 30 dəqiqəlikdə yoxdur bizdə Elliott, 15 dəqiqəlikdə yoxdur, 5 dəqiqəlikdə də yoxdur uşaqlar. Ona görə də bizə bunlar artıq bu time frame-lər maraqlı olmamalıdır. Əgər biz Forex Futures-da əməliyyat açırıqsa, 1 saatlıq 15 dəqiqəlik minimum hansı ki, əgər Elliott orada varsa, əgər yoxdursa uşaqlar 1 saatlıq Elliottla işləmək lazımdır. Baxır siz həftəlik trade eləyirsinizsə, baxın H4 yenə də məsələn uzun müddətli açırsınızsa, yəni D1-də açırsınızsa, yenə də uşaqlar korreksiyalar
qaçılmazdır. Ona görə də balaca time frame-lərə keçid alıb biz orada Elliot'u tapmalıyıq. Uşaqlar, bir də sizə bir şey deyim ki, mən keçən dəfə öz hesabımı yandırdım. Necə yandırdım? Mən sizə bunu deyəcəm. Siz biləsiz, belə səhvlər eləməyəsiniz uşaqlar. Yandırdım, amma yenə də 50 minlik hesab götürdüm millət. Çünki 5 mini götürdüm, mən gördüm necədir, nə var, nə yox. Ondan sonra yenə də 50 minlik hesaba keçdim. Baxın, status challenge-a götürmüşəm, Neogranичna görürsünüzmü? Panel upravleniya, məsəl üçün keçid alacağım mən bu dəqiqə panel upravleniya. Baxa bilərsiniz, yəni panel. Burada görürsünüz ki, hal-hazırda belə bir situasiya var. 50 minlik hesabdır. Millət 50 minlik hesaba mən $400 səhv eləmirəmsə pul ödədim və 50 minlik hesab götürdüm. $400 mənim 50 minlik hesab verir və mən $400 sizin elədiyiniz trade hara, 50 mindən elədiyiniz trade hara. Yəni söhbət ondan gedir uşaqlar. Və mən hesabımı necə yandırdım? Uşaqlar, gəlin mən sizə deyim, hesabımı mən necə yandırdım. Bura keçid alırsınız, baxın, burada hamısı göstərilib. Hə, $400. Bax bunu eliti götürmüşəm. Növbəti götürəcəyim isə legend olacaq uşaqlar. $700-800-dır. $100.000, yəni $800, $100.000-ın qabağında heç bir şeydir. Həm də ki millət, burada sizdə 5x maksimum göstərəcəm bu dəqiqə sizə hamısını. Akkauntlara keçək millət. Bax, burada keçmədiyim akkaunt var. Panel upravleniya. Mən sizə deyəcəm bu dəqiqə mən bunu niyə keçə bilmədim. Millət, başını buraxmışam əməliyyatın. Ona görə baxın, burada siz görə bilərsiniz. Maksimal buna baxın. Даже keçib, yəni 250 olmalı. Mən buralara qədər heç vaxt saxlamaram əməliyyatı. Sadəcə millət, mən də insanım, mənim həyatda işlərim var və mən də bunu başsız qoya bilirəm. Mən gəlib gördüm ki, prosta əməliyyat bağlanıb və prost sadəcə partlayıb. Yəni mən burada stop loss qoymamışdım, take profit qoymamışdım. Mən prosta əməliyyatları açmışdım. Yüngül bir manipulyasiyada məni burada oyundan çıxartdı. Və mən məyus oldum. Xeyr, məyus olmuram. Sadəcə sizə demək istəyirəm ki, millət, burada fikriniz yəni burada olsun. Yəni bunu başıboş buraxmayın. Burada çox önəmlidir bu gündəlik. Nə qədər itirə bilərsiniz, aydın olur sizə. Yəni burada məsəl üçün mən monitorun qabağında olsaydım və yaxud da ki bunu görsəydim, mən görəcəydim ki $150-200 minus, mən bağlayacaqdım ki, mənim gündəlik limitim bitməsin və mənim challenge'ım yarımçıq qalmasın uşaqlar. Baxın, yarımçıq qaldı. Belə biraz adama abidnidir, çünki tam da sənin günahın deyil. Çünki sən nəzarət eləyə bilmədin sadəcə və yandırdın hesabı. Bu yanan kimi millət, mən təzədən yenisini götürmüşəm. Yəni mən oturub gözləmədim, ağlaşma qurmadım. Bəzi ümumiyyətlə kişiyə yaraşmır ağlamaq. Yəni o ay nə bilim mən kasıb oğlanam, ay nə bilim mən köhnə evdəyim. No bilin, kişisən sən, hər şey yaxşıdır, hər şey əladır. Getdi, yenisini götürdün, təzədən başladın uşaqlar. Baxın, $50.000 götürmüşəm. Neogranичna, yenə də baxırıq panel upravleniya, eyni göstəricilərdir uşaqlar. Baxın, burada sadəcə mən artıq gündəlik məsəl üçün $2500 itirə bilərəm. Bir gün ərzində opşi deyəsən $4000, bu ikinci etapdadır. Tam olaraq $5000 minus eləyə bilərəm. Həmən o 50 minin üstündən ən çox $5000 minus eləyə bilərəm. Yəni bir gün ərzində isə $2500 minus eləyə bilərəm uşaqlar. Burada da həmən situasiyadır. Məsələn, 3-cü etap fixed. Burada artıq siz trade eləyirsiniz, burada nə qazanırsınız, çıxarda bilirsiniz. Yəni sizin pulunuzdur. Finansirumi akkaunt nə deməkdir uşaqlar? Yəni finanslaşdır, yəni sizi maliyyələşdiriblər artıq. Sizə maliyyələşdirilmiş real 50 minlik hesab veriblər və siz həmən real 50 minlik hesabda trade eləyirsiniz. Bu challenge-i keçirsiniz uşaqlar. Heç nə itirmirsiniz. Yəni $50 məsəl üçün $5000 hesab götürmək, yəni bu heç nədir. Yəni bu həqiqətən də yəni $50 siz bazarda heç nə eləyə bilməzsiniz, amma $5000 nəsə eləmək olar. Prosta mən eləyə bilmədim. O da ki, məsuliyyətsizlik, yəni akkauntu başı-başına buraxmaq. Bilmədim o boyda manipulyasiya olar. O da gəldi o saat. Yəni mən sadəcə evdən çıxdım və axşam qayıtdım. Belə bir şey gördüm. Eybi yox deyib yenisini götürdüm uşaqlar. Çünki nəyə görə mən vaxt itirməliyəm və durub nəyinsə dərdini çəkməliyəm. $50 getdi. Zato mən $5000 hesab işlədirdim. İndi isə mənim hesabım $50.000-dır və bunu keçməyə çalışacaq. Uşaqlar, challenge-ı keçmək sizə elə də asan gəlməsin və elə də çətin gəlməsin. Nəyə görə elə də asan gəlməsin? Çünki millət, bu challenge üstündə o qədər traderlar burada trade eləyir ki, bəziləri buna mübarizə kimi baxır, bəziləri buna sadəcə həyat tərzi kimi baxır, bəziləri buna rahat, mən hansı ki rahat baxıram, heç vecimə də deyil. Yəni mən burada rahat olmaq lazımdır ki, sən bu challenge-i keçə biləsən uşaqlar. Kriptovalyutadadır. Hal-hazırda bizdə kriptovalyutalarda hərəkət var. Yəni kriptovalyuta bilirsiniz necə sahədir? Bu sadəcə bakavoy gedəndə, böyürləmə trend gedəndə bu bizə o qədər də maraq yaratmır, aydın olur. Amma bazarda hərəkət olanda, bazarda yuxarı-aşağı divizyon, bazarda pul varsa niyə də orada olmayasan və niyə də götürməyəsən, aydın olur sizə. Bu kriptovalyutalardır və burada hərəkət varsa nəsə eləmək lazımdır. Çünki hərəkət başlayıb, hal-hazırda long gedir. Sonra isə uşaqlar, bunun shortu da olacaq, yəni bunun düşüşü də olacaq. Bunun düşüşündən də qəşəng əməliyyatlar götürmək olar və fon hesabında daha çox qazanmaq olar uşaqlar. Çünki öz
pulunuz deyil. Hal-hazırda baxa bilərsiniz. Yenə də mən götürmüşəm, əməliyyat açmışam uşaqlar. Baxın burada DOT analizini mən göndərməmişdim qrupa, amma çox valyutaları göndərmişəm. Pulsuz, parasız, açıq bir kanaldır uşaqlar. Keçid alıb baxa bilərsiniz. Qızıldan tutmuş, valyutalardan tutmuş indekslərə kimi əməliyyat olunur və sizə hər həftə göndərilir. Uşaqlar, mən Elliotla trade eləyirəm. Ona görə də özünüz baxın. Yəni Elliot sizə xoşdursa, buyurun gəlin, izləyin, öyrənin və öz trade'lərinizdə tətbiq eləyin uşaqlar. Hal-hazırda belə bir situasiyada bu gəlir deyil, yəni bu boyda hesab üçün uşaqlar görürsünüz ki, burada izolet var və 5x var. Yəni 5x, gəlin bunu böyüdək. Millət, 5x nə deməkdir? Çünki görürsünüz burada ən böyük x 5x-dir. Siz istəsəz də bura 50x, 100x qoyub balansınızı özünüzü allatmayın millət. Burada 50x, 100x siz deyə bilərsiniz ki, əladır, amma dostum, mənə bir nəticə göstər, görüm sən həyatda nə əldə eləmisən. Sən ancaq itirmisən. Tarixə baxsan, sən heç nə əldə eləməmisən. Sən hələ də öz işvə gedirsən, gəlirsən və yenə də dirəşmirsən ki, mən burada 50x, 100x açacağam, qazanacağam nə vaxtsa. Olmur da, alınmır, niyə özü valladırsan ki? Burada 5x ən böyük maksimum, sən bunu hətta aşağılara eləyə bilərsən, ümumiyyətlə riski yox eləyə bilərsən, hansı ki, ümumiyyətlə itirməmək üçün, sootvetственно sənin gəlirin də az olacaq, amma itirmir. Məsəl üçün, sənin 100.000 dollar balansın burada olsa, olandan sonra 50.000 dollar məsəl üçün, sən burada hətta 1x-la da trade eləyə bilərsən. Mən 5x-la eləyirəm, çünki mənə maksimum elə bu 5x əladır. 5x çox super bir marjadır, aydın olur sizə. Baxın, hər şey rahatdır, hər şey burada göstərilib paneldə. Litecoin-da məsəl üçün yenə də həmən oradakı situasiyaya uyğun mən keçid almışam. Yəni burada öz başıma keçid almıram. Baxın uşaqlar, mən sizə bu dəqiqə göstərəcəm burada. Deyək ki, bizdə Litecoin, görürsünüzmü? Bizdə 4 saatlıq time frame və bizdə long pozisiya, yəni bazarın yuxarı getdiyini B dalğamızı biz bağlamışıq və buradan yuxarı gedirik C dalğamıza doğru. Baxaq H1-də necə bir situasiyadır. H1-də görürsünüzmü? C dalğası bağlanıb, heç bir Elliot yoxdur uşaqlar. Aydın olurmu sizə? Yəni burada hələ ki situasiya dəyişik ola bilər. Məsəl üçün, baxın, oynaya bilər qiymət, sonra yuxarı gedə bilər. Aydın olur sizə? Ona görə burada hələ ki heç bir Elliot yoxdur. Əgər burada Elliot əmələ gəlməyə başlasa, artıq bizdə başlayacaq burada qrafik Elliotu çəkməyə yenidən. Birinci dalğa, ikinci dalğa, üçüncü dalğa, məsəl üçün dördüncü dalğa və yaxud da ki, əksinə yuxarı belə işləyir bunlar uşaqlar. Sonra baxırıq biz, keçək. Litecoin-da belə bir situasiyadır. Sonra DOT-da baxaq, görək necədir vəziyyət. DOT-da biraz korreksiya var aşağı. Dünənlər buralar 100 dollara kimi gəldi, çıxdı. Mən bağlamadım, çünki gözləyirəm ki, hələ diblərdəyik və buradan yuxarı bir qaçok götürə bilərik uşaqlar. Yəni kriptovalyutalarda necədir ümumiyyətlə? Kriptovalyutalarda millət burada trend var, yuxarı gedən trend var, aşağı gedən trend var, yəni trendə düşmək var. Millət burada sadəcə belə bir qaçok və siz challenge-ı keçirsiniz. Mən burada çox oynamaq istəmirəm, aydın olur sizə. Yəni bu təpə var. Bizdə 11 dollarlara kimi DOT gəlib çıxıb nə vaxtsa, sonra gəlib düşüb bizdə yenə də 4 dollarlara. Yəni bir dənə DOT-u sadəcə buralara kimi mən gözləsəm, demək olar ki, mən challenge-ı keçmiş olacağam. Və burada mən tam olaraq təsdiq almaq istəyirəm ki, həqiqətən də qiymət long getdi. Bunu hardan bilmək olar uşaqlar? Baxaq görək, bizdə bir günlük time frame-dir. Görün mən hansı time frame-lərdə trade eləyirəm uşaqlar. Deməli, DOT-a keçək. Qoyaq burada bir günlük time frame. Bir günlük time frame-da bizdə fikir verin hansı bir situasiya baş verir. Baxın, bir günlük time frame-da bizdə tam olaraq yuxarı göstərir. Dostum, əgər sən indi gələcəkdə baxırsansa videoya, DOT neçəyədir, altda yaza bilərsən və fikir bildirə bilərsən. Ümumiyyətlə Bitcoin neçəyədir, DOT neçəyə? 109.000 dollardır bu dəqiqə Bitcoin. Müəyyən birjalarda 112.000-ə də gedib çıxıb. Bu Binance-da hal-hazırda biz baxdığımız, baxın, kotirovkalar, mən sizlərdə və kotirovkaları öyrədirəm. Kotirovkalar arasında fərq ola bilər. Binance, spot və yaxud da ki, futures bazarını seçirsiniz və orada not found futures, görürsünüzmü? Futures-da göstərmir, amma əldə biz baxa bilərik, spotda və Binance-da da var və biz bunu burada görə bilərik. Nəsə bizdə burada futures-da göstərmədi. Eyb yox. O qədər də fərq eləmir. Orada bir neçə punkt o yan bu yan. Yəni boş şeydir bu. Binarkada deyilsiniz ki, siz burada hal-hazırda futuresdasınız və siz общий движениyanı tutmaq istəyirsiniz. Yəni bu o qədər də tradingə təsir eləməməlidir. Və burada hal-hazırda görürük ki, bizdə yuxarı bir gedişat var və bu bir günlük time frame-dədir. Hal-hazırda biz keçid aldıq 4 saatlığa və aşağı bir korreksiya görə bilərik.
Nəyə görə korreksiya uşaqlar? 2 dəfə toxunur. Hansı ki, trendi dəyişmək istəyirlər. Trendi dəyişmək üçün biz burada təsdiq almalıyıq. Deyək ki, bizdə burada sahə var. Qiymət gələ bilər buralara kimi. İzolə açıram mən əməliyyatları. Çünki millət aşağı gəlsə, buradan da birini götürərəm, buradan da birini götürərəm və buradan da birini götürərəm. Stop lossum burada olacaq mənim. Artıq nəzarət eləmək lazımdır. Millət, yenə də deyirəm sizə, yəni əməliyyatın başını buraxıb da qırağda qoymayın. Bütün gün də oturub ona baxmayın. Ya stop loss qoyun, yoxsa mənim kimi yandıra bilərsiniz uşaqlar. Görürsünüzmü? Yandırdıq getdi. Səhvin odur ki, sadəcə nəzarət eləyə bilmədim və hesabı yandırdım. Fisə qutardı getdi. Yəni belə şeylər olur. Belə şeyə görə çox da özünüzü günahlandırmaq lazım deyil. İndi insanıq, arada səhv eləyə bilirik. Baxın, izolə qoyuruq. Cross qoysaz option balansla gedəcək. Mən burada izoləni daha çox seçirəm, çünki millət bir də görürsüz ki, qiymət aşağı gələndə yenə də ala bilərəm, qiymət aşağı gələndə yenə də ala bilərəm və siz mənim burada aldığım millət $50.000 hesab, düzdürmü? $50.000 hesaba mənim açdığım əməliyyatlara baxın. Baxın, $994, $1000, $992. Bu nə deməkdir uşaqlar? Mən $200 buradan məsəl üçün götürürəm. Deyək ki, 2%, görürsünüzmü? Hər əməliyyata 2%, opşi summada 6% mən bütöv balansımdan risk eləyirəm və mənim bu götürdüyüm 2% uşaqlar baxın, $200-dır, düzdür? Bu $200 vurulur 5-ə və mən $1000 əməliyyat açmış oluram. Aydın olur sizə? Vəsə. Yəni belə işləyir burada futureslar. Yəni futureslar bu sahədə daha rahatdır göründüyünə görə. Lotlarla biraz çoxları fərqli olur. Lotlarda biraz dəyişkənlik olur. Çünki hər valyutanın və yaxud da ki, hər aktivin lotunda fərq var. Məsəl üçün qızılla deyək ki, evro-dolların lotu eyni deyil. Qızılda bir lot açsan və evro-dollarda bir lot açsan, evro-dollar üçün bir lot normaldır, amma qızıl üçün bir lot səni elə həmən yerdə də likvidasiya eləyə bilər və ata bilər qırağa. Çünki səhv eləmirəmsə burada 10x mi yoxsa 100x mi fərq var. Yəni bu o qədər də önəmli deyil. Bir onu deyə bilərəm ki, qızılın pipsi çoxdur və qızıl sizdən daha çox həm aparır, həm də daha çox sizə verir. Ona görə əgər siz evro-dollarda bir lot açırsınızsa, qızılda heç olmasa 0.1 açmalısınız. Yəni 10 dəfə ondan aşağı. Aydın olur sizə. Çünki eyni olacaq yəni onların gəlirləri və qızıl daha çox aparır. Ona görə də uşaqlar burada biraz elə deyil. Burada məsəl üçün, burada da pipslər var, təbii ki, burada da hərəkət var, amma burada siz yavını bilirsiniz ki, məsəl üçün mən burada $100 seçmişəmsə, $100 mənim 5-ə vurulanda $500 əməliyyat açmış oluram. Aydın olur sizə. Bu rahatlıqla izah olundu sizə, məncə aydın oldu, yəni izah elədim sizə. Burada isə bizdə adi brokerlərdəki kimi stop loss və yaxud da ki, take profit hara istəsəz qoya bilərsiniz, triggerin açısına. Necə lazımdır sizə, onları həll edirsiniz. Yəni baxın, burada qiyməti qoya bilərsiniz, price nə qədər məsəl üçün satılsın, hamısı mı getsin, yoxsa yarısı mı satılsın? Yəni burada diqqətlə baxın uşaqlar, bu dəqiqə mən bunların hamısına baxmıram. Yəni burada stop loss, take profit o deməkdir ki, siz istədiyiniz qədər məbləği qoya bilərsiniz. Məsəl üçün mən falan məbləğə çatanda yarısı satılsın və yaxud da ki, girin özünüz burada baxın. Görürsüz, market qiyməti var. Burada qiymət yazılır, faiz dərəcəsi yazılır. Yəni burada marketə görə var. Məsəl üçün triggerin açısına stop loss qoyursunuz. Stop loss neçə faiz olanda artıq stop eləsin, neçə faizinizi stop eləsin və yaxud da ki, neçə faizinizi stop eləməsin. Hamısı burada var və hamısı açıq-aydın izah edilib və göstərilib uşaqlar. Çox rahat və aydın şəkildə. Yəni burada heç bir çətinlik yoxdur. Burada siz stakan görə bilərsiniz. Yəni adi birjada kimi bunları mən sizə artıq akademiyada öyrətmişəm və izah eləmişəm. Məsəl üçün burada limit var. Limit qoya bilərsiniz. Deyək ki, gəldi məsəl üçün $6 çatdı və oradan o saat məndə short əməliyyat açılsın məsəl üçün. Aha, gəlir qiymət $6 çatanda siz yatsaz belə sizin yerinizə əməliyyat açılır və siz artıq gələndə monitor qabağına görürsünüz ki, əməliyyatınız açıqdır. Sizin vaxtınız olmasa da sizin yerinizə artıq broker özü əməliyyat. Broker deyəndə ki, bot özü əməliyyat açıb. Yəni brokerin limit mən deyirəm ki, mexaniki bot. Yəni özünüz bot ayarlayırsınız. Həmən yerə çatanda qiymət avtomatik olaraq açılır və yaxud da ki, bağlanır uşaqlar. Aydın olurmu sizə? Yəni götürürsünüz belə böyük hesablar və gözünüz də öyrəşir böyük hesablara və həm normal gəlir əldə edə bilirsiniz, həm normal təcrübə yığa bilirsiniz, həm də ki, uşaqlar itkiniz olanda öz pulunuzu itirmirsiniz. Yəni $100.000 qabağında $800 pul deyil və yaxud da ki, 50.000-in qabağında $400 pul deyil. Yəni deyim sizə, biləsiniz uşaqlar, yəni bunu götürün, işlədin, özünüzdə tətbiq eləyin. Yəni bu çox yaxşı bir imkandır. Səmimiyyətdən deyirəm mən sizə buna. Yəni burada özünüz bir dənə məntiqlə fikirləşin. Yəni burada başqa nə ola bilər ki? $50 siz $5.000 hesab götürə bilirsiniz və yaxud da ki, bu çox məntiq. Bir dənə fikirləşin özünüzdə. Yəni bu sizə başqa şey deyil ha. Yəni bir dənə fikirləşin özünüzdə.
800 dollarla sən öz pulundan bura girib nə edə bilərsən? 800 dollara 100.000 dollar götürüb 100.000 dollarla nə edə bilərsən? Bir var 100.000 öz puluvu qoyasan bura. O da ki yoxdur səndə. Yoxdursa 800 dollarla 100.000 dollarlıq hesab götürüb niyə də trade eləməyəsən? Bir var ki sən məsəl üçün 800 dollarla günə 50 dollar, o da ki böyük risklə qazanasan, həmişə olmayacaq, çünki səndə minuslar da olacaq və bu səni psixoloji sıxacaq. Amma 100.000 dollarda sən günə özün fikirləş nə qədər pul qazana bilərsən. Sən 100.000 dollara məsəl üçün günə 100 dollar, 200 dolları sən na easy qazanmaq olar. Na easy qazanmaq olar. Sadəcə challenge keçəndə biraz ehtiyatlı oluruq, ondan sonra başlayırıq hesabı götürəndən sonra normal tradeimizi eləməyə. Çünki challenge-da olanda siz psixoloji olaraq baskıda olursunuz. Necə? Broker sizə heç bir məhdudiyyətlər qoymur. Sizin məhdudiyyətiniz sadəcə uşaqlar. 2 dənə məhdudiyyətiniz var. Всего 2 dənə məhdudiyyət var. Məhdudiyyətlər nədir? Yəni bunlar elə də böyük bir məhdudiyyət deyil. Mən sizə dedim bunu uşaqlar. Yəni mən bu brokeri dedim. Bəli, çox yazan oldu mənə, çox adam keçid aldı, çox adam götürdü. Yəni və mən yenə də deyirəm ki, çünki içinizdə əgər bu qədər adamı çatıbsa, deməli 90%-nə hələ çatmayıb. Bu statistikadır. Bunu mən demirəm. Yəni mən hansısa videonu paylaşanda o sadəcə 10% adama çatır. Həmən o ona baxan 100% adamdan 10%-nə çatır. Yəni bu statistikadır. Bu statistika belədir. Ümumiyyətlə любой şey hər yerdə belə işləyir statistika. 10% statistikası. Yəni 10%. 10% keyfiyyətli insan 10%-in içindən 10% yenə seçilir və o 1% onların içində ümumiyyətlə başqa insanlar olur. Yəni belə olur. Ələkdən keçirlər. Baxın uşaqlar, burada məhdudiyyət yoxdur. Məsəl üçün Forex Pro firmaları çox məhdudiyyətlər qoyur. Zəng eləyirlər, e-mail göndərirlər. Ay orada əməliyyat açma, bunu niyə elədin, onu niyə elədin? Psixoloji konkret elə bil üstündə kimsə dayanıb. Burada elə şey yoxdur. Burada sənin üstündə heç kim dayanmayıb. Burada sadəcə sənə deyilib ki, gündəlik bu qədər itirə bilərsən və tam olaraq bu qədər itirə bilərsən. Vəssalam. Başqa sənə heç bir aqrançeniya yoxdur. Ay nə bilim xəbər var, ay nə bilim nə var. Bu günləri bazarda vəziyyət pisdir, nə bilim bazara girmə, belə şeylər yoxdur uşaqlar. Götürürük, trade eləyirik, öyrənirik uşaqlar. Burada isə mən sizə Elliotla hər həftə göndərirəm, bildirirəm. Hamısı açıq-aydın şəkildə baxın uşaqlar. Uşaqlar baxırlar, yararlanırlar, götürürlər özləri üçün bazara kor girməkdənsə hansısa bir göstəriş üzərində əməliyyat açırlar və yaxud da ki izləyirlər, sadəcə izləyirlər. Çünki uşaqlar burada biz görürük ki, A, məsəl üçün A-nı çəkdi. B hələ özünü təsdiqləmir. Uşaqlar izləyirlər, B təsdiqlənəndən sonra artıq C dalğasına rahat bir şəkildə keçid alır. Bu artıq tam olaraq sizdən asılıdır. Mən sizə burada tam olaraq izahını verirəm, göstərirəm uşaqlar. Akademiyaya isə gəlirik, tam olaraq özümüz öyrənirik və Elliotla işləməyə baxın. Elliot dalğaları, bazarın psixoloji ritmi belə bir təlimimiz var və həmən təlimdə sən Elliotu özün çəkməyə öyrənirsən dostum, özün. Özün çəkirsən, Elliotun var, bazara girirsən və hərəkəti eləyirsən. Oldu millət, mənə uğurlar həmən bu 50 minlik hesabla uşaqlar. Siz də gözləyirəm, götürün hesablarınızı, işləyin və uğur əldə eləyin uşaqlar. Öz pulunuzu riskə atmayın, xırda broker əgər sizə bu imkanı verirsə, götürün, brokerin pullarından istifadə eləyin və yararlanın. Necə ki Robert Kiyosaki deyir, əgər imkan varsa, öz pulundan istifadə eləmə. Əgər imkan varsa, başqasının pulun dövriyyə buraxa bilirsənsə, ondan yararlan, ondan qazanc əldə elə, özün də qazan, həmən o imkanı yaradan tərəfə də öz xeyri ver. Yəni belə bir şey. Yəni bu həyatda hər şey salam əleykümdür. Yəni əl-əli yuyar, əl də üzü yuyar. Əsas odur ki, bir özünüzə müəllim seçin, öyrənin həmən adamdan, yəni siz 50 dənə müəllim seçməklə, 50 nəfərin yanına getməklə siz bir fokus yığa bilməyəcəksiniz. Mənim 8 il bundan qabaq müəllimim kim idisə, indi də odur. Yəni mən indi də onun videolarına baxıram. Təbii ki, onu deməyəcəm kimdirsə, bu mənim şəxsi özümə aid olan şeydir. Sadəcə mən onu demək istəyirəm ki, mənim 50 dənə müəllimim yoxdur. Mənim bir dənə müəllimim var və mən o müəllimə baxıb irəli gedirəm. Mənə uğur verən budur. Çünki mən haramzada deyiləm. Mənə nə vaxtsa kimsə hansısa şeyi öyrədibsə və yaxud da ki, hansısa şeyin bilgisini veribsə, mən o insana həmişə təşəkkür edirəm. Yəni millət, əgər siz bu günləri, məsəl üçün, hansısa müəlliminizin yanına gedib nəsə öyrənirsiniz, həqiqətən də öyrənmisiniz nəsə, hətta ondan xeyir belə tapmamısınızsa, siz orada nəsə öyrənmisiniz. Xeyir tapdınız, tapmadınız, bu artıq sizə aid bir şeydir. Yəni siz bundan yararlana bildiniz, bilmədiniz. Məsəl üçün, bir kitabı eyni şagird oxuyur məktəbdə. Şagirdlərin bəzisi tənbəl olur, bəzisi isə əlaçı olur, həmən fəni yaxşı bilir. Halbuki dərsi keçən eyni müəllim, eyni sinif, eyni abu-hava, eyni uşaqlar, eyni kitablar, eyni dəftərlər,
Nə oldu? Günah kimdədir? Əlbəttə ki, oxumayan uşaqdır. Düzdür, demirəm gedin məktəb oxuyun, əlaçı olun, söhbət ondan getmir. Sadəcə uşaqlar. Burada məntiqi özünüz tutdunuzlar. Söhbət nədən gedir? Oldu mu? Hamınıza uğur və nailiyyətlər. Millət, brokerin linki aşağıda. Qeydiyyat eləyirik, skitka var. Endirim saxlamışam. Əgər endirim əldə eləyə bilməsəz, birbaşa mənə yazırsınız, mən sizə endirim kuponu göndərirəm və siz həmin kupondan yararlanaraq endirimli şəkildə həmin bu paketləri ala bilirsiniz. Hamınıza uğur və nailiyyətlər və bolca keş uşaqlar. Videonu bəyənirik və like eləyirik. Aşağıda şərtdə yazırıq ki, konkursda qalib olaq. Bu həftənin konkursun qalibi bu adamdır. Gələn həftə isə sən ola bilərsən. Hamınıza uğur və nailiyyətlər və bolca keş uşaqlar. Növbəti videoda görüşmək ümidi ilə hələlik.